Rusiyada miqrantlar üzərində nəzarət gücləndirilir. Belə ki, Rusiyada xarici vətəndaşların ölkədə qalmasına nəzarətin artırılması və onların qanunsuz şəkildə ölkəyə daxil olmasının qarşısının alınması istiqamətində geniş miqyaslı tədbirlər həyata keçirilir. Bu barədə Pasportный stol Spрашивали, отвечаем proqramında ətraflı məlumat verilibdir. Bildirilir ki, cari ildə görülən tədbirlər nəticəsində ölkəyə giriş və qalma qaydalarının pozulması ilə bağlı sənədləşdirilmiş hallar 30% artıb. Rusiyanı tərk etməkdən yayınan xarici vətəndaşların aşkar edilərək məsuliyyətə cəlb olunması 2,5 dəfə artıb. Müvəqqəti yaşama icazəsi və müxtəlif əsaslarla verilmiş yaşayış icazələrinin ləğvi 17% artıb. Hüquqi şəxslərə aid aparılan yoxlamaların sayı 14% artıb. 160 mindən çox xarici vətəndaşın Rusiyaya girişi məhdudlaşdırılıb. Qanunsuz miqrasiyanın təşkilinə görə aşkar edilmiş cinayətlərin sayı 45% artıb. Miqrasiya sənədlərinin saxtalaşdırılması, hazırlaması və satışına dair cinayətlərin aşkar edilməsi isə 22% artıb. Bundan əlavə, əvvəlki ad və soyadları ilə Rusiyaya girişi qadağan edilmiş şəxslərin dəyişdirilmiş məlumatlarla ölkəyə daxil olmaq cəhdlərinin qarşısı da alınıbdır. Bu ilin əvvəlindən bu kateqoriyaya aid təxminən 3000 şəxs barədə sərhəd xidmətlərindən məlumat daxil olub və onların hamısının ölkəyə girişi qadağan edilib. Cari il ərzində xarici vətəndaşların sıx toplandığı və əmək fəaliyyəti göstərdiyi ərazilərdə 200 mindən çox yoxlama aparılıbdır. Bu yoxlamaların təqribən 90%-i tikinti sahələrində, bazarlarda, ticarət mərkəzlərində, hostellərdə və otellərdə həyata keçirilib.